Hər vaxtınız xeyir, hörmətli dinləyicilər və bizi daha sonra Dalğa FM-in YouTube kanalında izləyən tamaşaçılar. Efirdə Zəfər yolu verilişidir. Həftənin hər çərşənbə günü 1 saat ərzində Qarabağ və Şərqi Zəngəzurdan danışacağıq. Verilişimizin qonaqları ilə bu istiqamətdə müxtəlif müzakirələr aparacağıq. Aparıcınız mənəm Şəlalə Ağaşirinova. Bugünkü verilişimizin qonağı Müdafiə Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, millət vəkili Arzu Nağıyevdir. Salam Arzu bəy, xoş gördük. Salam, mən də sizi salamlayıram və dəvətə görə təşəkkür edirəm. Çox Biz sağ olun. Biz təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün. Arzu müəllim, bir neçə ay bundan öncə biz zəfərimizin 5 illiyini qeyd etdik. Bütün bu xoş hadisələrin fonunda yeni dövrə qədəm qoyduq və dövlətin yeni dövr prioritetləri nədən ibarətdir? Düşünürəm ki, 2025-ci il əsas elə bir il oldu ki, bu həm Konstitusiyamızın 30 illiyi, eyni zamanda qələbəmizin məhz 5 illiyidir. 44 günlük müharibədə əldə edilmiş qələbə, eyni zamanda 2023-cü ildə lokal antiterror əməliyyatından sonra Azərbaycanın bütün ərazilərində məhz Azərbaycan bayrağının dalğalanması, bütün Konstitusiyanın məhz bütün ərazilərimizdə işləməsi bu əsas prioritet məsələ idi. Və 2025-ci il çox böyük bir zəfər paradı ilə, hərbi paradla sona çatdı demək olar ki. Və biz dünyaya da göstərə bildik ki, biz müdafiə təhlükəsizlik sahəsində nəyə nail olmuşuq və bizim ordumuz hansı silahlara malikdir, xüsusi xidmət orqanlarımızın hansı texnikası var. Eyni zamanda hüquq mühafizə orqanlarımız qarşıya qoyulan bütün məsələləri həll etməyə qadirdir. Yəni, Ali Baş Komandan İlham Əliyev başda olmaqla qətiyyətli Ali Baş Komandan, Rəşadətli Azərbaycan ordusu və şəhadəti şərəf sayan Azərbaycan valideyni, Azərbaycan vətəndaşının hesabına biz bu qələbəni əldə etmişik. Və Cənab Prezidentin də siyasətində əsas istiqamət ərazi bütövlüyü, suverenlik və hər bir Azərbaycan vətəndaşının rifahıdır. 2025-ci ildə də düşünürəm ki, bu prioritet istiqamətlər əsas oldu. Bununla yanaşı sosial məsələlər, Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif layihələr, birinci Prezident Mehriban xanımın məhz təşəbbüsü ilə, eyni zamanda onun rəhbərliyi ilə həyata keçirilən həmin o humanitar məsələlər, bütün bunlar bütün Azərbaycan ərazisində, ən çox da işğaldan azad olmuş ərazilərdə həyata keçdi. Bu çox mühüm məsələ idi. 2025-ci il bir şərəf ili idi, bir qürur ili idi və düşünürəm belə bir ruh yüksəkliyi ilə də biz 2026-cı ilə qədəm qoyduq. Bəli. Arzu müəllim, elə ordudan danışmışkən növbəti sualı vermək istəyirdim. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı bildirmişdi ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir. Ötən il qəbul edilən 2026-cı ilin dövlət büdcəsində təhlükəsizlik və müdafiə xərcləri yenə əsas prioritetlərdən idi. Ümumiyyətlə, nə qədər vəsait ayrıldı və bu istiqamətdə qarşıdakı planlar nədən ibarətdir? Çox düz buyurursunuz. Ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşı hiss eləməlidir ki, onu qoruyan ciddi ordu var. Yəni, dünya düzəni doğrudan da pozulub. Bugün kim güclüdürsə, kimin güclü silahı varsa, güclü ordusu varsa, bu mütləq şəkildə öz qarşısına qoyduğu məsələni həll edə bilir. Çox təəssüf, bir daha qeyd edirəm ki, dünyada baş verən proseslərdə beynəlxalq hüquq öz rolunu oynaya bilmir və hər hansı bir ciddi addım ata bilmir. Sərhədlərimizdən çox da uzaq olmayan ərazidə müharibələr gedir. Bəli. İstər Rusiya, Ukrayna məsələsi, son vaxtlar İran, digər məsələlər. Eyni zamanda Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atılsa da, artıq avqust ayının, keçən ilin avqustunda məhz Vaşinqtonda imzalanan o sənədlər də, bunlar çox mühüm məsələdir. Lakin paralel olaraq sülhün, stabilliyin qorunması üçün mütləq şəkildə ordumuz güclü olmalıdır, silahlarımız güclü olmalıdır və
bunları idarə edən milli kadr potensialı olmalıdır. Bunlar çox mühüm məsələdir. Və bu istiqamətdə də addımlar atılır və bugün Azərbaycan ordusu birinci əlillikdədir. Bunu qoruyub saxlamaq, inkişaf elətdirmək çox mühüm məsələdir. Cənab Prezident həm öz çıxışlarında, eyni zamanda parlamentdə çıxışında da qeyd etdi ki, bugün əsas prioritet istiqamətimizdən biri müdafiə və təhlükəsizlikdir. Bəli. Sərhədlərin bərkiməsi, eyni zamanda hərbi sənaye kompleksinin daha da genişləndirilməsi. Çünki indiyə qədər biz kimdənsə silah alırdıqsa, artıq biz özümüz silah ixrac edən və dünya miqyaslı təlimlərdə iştirak edən və silahla, sursatla bağlı sərgilərdə iştirak edən bir dövlətik. Bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Buna görə də kiber təhlükəsizliyə qarşı, ondan sonra müxtəlif dövlətlərin Azərbaycana qarşı apardığı anti-təbliğat, necə deyərlər, müharibə ilə bağlı, digər istiqamətdə bizi sevməyən qüvvələr həddən artıq çoxdur. Bunların qarşısının alınması üçün biz hər tərəfli hazır olmalıyıq. Parlamentdə bildiyiniz kimi büdcə xərclərimiz 41 milyard manatdır və bunun 21%-i 8 milyard 720 milyondan çox vəsait məhz müdafiə təhlükəsizliyə ayrılıb. Səhv etmirəmsə ən çoxu keçən illə müqayisədə təxminən 318 milyon artıq idi. Sonra artıq dinləmələrdə, eyni zamanda parlament müzakirələrindən sonra əlavə olaraq 47 milyonda bu rəqəm artıb. Yəni bugün xərclərin 21% müdafiə və təhlükəsizlik. Bu da təbii ki, bizi sevməyən qüvvələr, digərləri də nə qədər desələr ki, əgər biz sülhün bərqərar olmasına gediriksə, sülh müqaviləsində niyə bu artmalıdır? Mən bir daha qeyd edirəm, sülhü qorumaq üçün, sülhü saxlamaq üçün, daim əmin olmaq üçün ki, Azərbaycan vətəndaşı bilsin ki, onun arxasında güclü ordu var, güclü silahlı qüvvələr var, xüsusi xidmət orqanları var, hüquq mühafizə orqanları var və buna görə də bu büdcə mütləq şəkildə lazımdır və labüddür. Eyni zamanda qeyd etdiyim kimi yeni texnologiyaların alınması, yeni texnikanın alınması. Əgər diqqətli tamaşaçı və yaxud diqqətli vətəndaş hiss elədi ki, həmin paradda bizim hansı silahlarımız vardır. Yəni bunu düşmən də görür, dost da görür və bu mütləq şəkildə lazımdır. Ona görə də büdcənin məhz bu istiqamətdə artırılması da çox mühüm məsələdir. Bilirsiniz ki, Ermənistanla bizim 1007 kilometrə qədər sərhədimiz var. Bütün bu sərhədlərdə kommunikasiyaların dəyişdirilməsi, yenidən quraşdırılması bu mühüm məsələdir. Büdcənin əsas istiqamətlərindən biri mina təmizləmə ilə bağlıdır, veteranlarımızla bağlıdır, həssas təbəqələrimizlə bağlıdır. Mütləq şəkildə bu lazımdır. Yəni Azərbaycan büdcəsi müdafiə təhlükəsindən bağlı eyni zamanda sosial məsələlərə də çox böyük diqqət ayırır. Bu labüddür. Təhlükəsizlikdən danışmışkən Arzu müəllim, bəs işğaldan azad olunan ərazilərimizdə təhlükəsizliyin təmin olunması necə həyata keçirilir? Düşünürəm ki, məhz elə büdcədən danışanda bu məsələyə də toxunmaq lazımdır. Bugün qarşıya qoyulan əsas məqsəd dövlət proqramına uyğun olaraq böyük köçü həyata keçirməkdir. Bizim vətəndaşlarımızın ata-baba yurduna qayıtırılması, bütün işğaldan azad olmuş ərazilərdə kommunikasiyaların yenidən qurulması, eyni zamanda şəhərlərimizin, məntəqələrimizin, kəndlərimizin yenidən bərpası, bunlar çox mühüm məsələdir. Və paralel olaraq da məhz təhlükəsizliyi qorumaq üçün komanda tipli ordumuzun yaradılması, hüquq mühafizə orqanlarının işinin təmin edilməsi, xüsusi xidmət orqanlarının işinin təmin olunması bu çox mühüm məsələdir. Və digər məsələ, təbii ki, ən böyük mane olan məsələ minalardan təmizlənmədir. Minaların təmizlənməsi çox baha başa gələn bir məsələdir. Tək mina deyil, partlamamış döyüş sursatları, müxtəlif silahlar. Ermənilər də nə qədər sülhdən danışsalar da bugün təbii ki, xəritələrin verilməsi məsələsi gündəmdədir və bir məsələni də qeyd etmək istərdim ki, 2020-ci ildə qələbədən sonra orada sülh məramlı Rusiya qüvvələri oldu
və təəssüf doğuran da ondan ibarətdir ki, tapılan minaların bəziləri təxminən 2020-ci il, 2021-ci il, 2022-ci ildə yəni müharibədən sonra istehsal olunmuş minaları Ermənistandan gətiriblər və Rusiya həmin o kontingenti də mütləq şəkildə bu xəritələrdən xəbəri var. Bunu da mütəmadi olaraq biz bu məsələni qaldırırıq və düşünürəm ki, onlardan da həmin o xəritələri tələb etmək lazımdır, vacibdir. Və bir də bizim əsir və girovlarımızla bağlı məsələlərdir. O ünvansız məzarlar, digər istiqamətdə atılan addımlar, əsir və girovlarla bağlı Dövlət Komissiyası ən yüksək səviyyədə öz işini qurub, yeni laboratoriyaların yaradılması, ezhumasiyalar, eyni zamanda müxtəlif testlərin, qohumların testlərini götürməklə bu istiqamətdə addımlar atılır. Yəni hər tərəfli biz dünyaya göstəririk ki, biz vuruşmağı bacardığımız kimi dinc quruculuq işlərində bacarırıq. Bugün kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımız əsasən o minalı ərazilərdə minalar təmizlənir ki, onlar bu istiqamətdə də addımlarını atsınlar. Düşünürəm, çətin işdir, dünyaya da çağırış olub, eyni zamanda dövlət başçısı Prezident cənab İlham Əliyev də dəfələrlə çağırış elədi bu minaların təmizlənməsindən bağlı və marağında, dünya da marağında olmalıdır ki, Azərbaycan bu işi ən yüksək səviyyədə həll etsin. Siz sualınızın əvvəlində bir məsələyə də toxundunuz, dünya düzəni. Bilirsiniz, vaxtilə Birləşmiş Millətlər Təşkilatının neçə qətnamələri öz həllini tapmadı. Bunu biz öz gücümüzə həll etdik. Düşünürəm, bu məsələni də öz gücümüzə həll edəcəyik. Sadəcə olaraq zaman, sadəcə olaraq vaxt. Ona görə də beynəlxalq səviyyədə bu işə dəstək verilməlidir. İşğaldan azad olunan ərazilərimizdə ensaylı hərbi hissələr də tikilib, istifadəyə verilib. Hələ də bu istiqamətdə səhv etmirəmsə proses davam eləyir. Mən elə o məsələni qeyd etdim ki, komando tipli ordu birləşmələri, eyni zamanda müxtəlif lazım olan səviyyədə hərbi hissələr, digər hərbi qurumlar, xüsusi xidmət orqanları ilə bağlı, hüquq mühafizə orqanlarına bağlı bu istiqamətdə çox ciddi addımlar atılır. Bəli, yəni bunlar hamısı hazırda işğaldan azad olmuş ərazilərimizdə fəaliyyət göstərir. Bilirsiniz, çox ağır məsələlər olub. Vaxtilə, məsələn, İranla 140 kilometrə qədər sərhədimiz boş olub. Boz zona deyiblər. Burada qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, işğal altında olan ərazilərin söküntüdən əldə edilmiş bütün o tikinti materiallarını İran vasitəsilə Bəndər Abbas və digər limanlar vasitəsilə xaricə daşınması, bunun qarşısı alınıb, tam şəkildə bağlanıb. İşğaldan azad olmuş ərazilərdə strateji əhəmiyyətli artıq 3 hava limanımız var. Bu, ən analogu olmayan hava limanı, məsələn, Laçın ən yüksəklikdə yerləşən bir liman, hava limanıdır və bundan da mütəmadi olaraq həm də strateji əhəmiyyətinə görə istifadə etmək mümkündür. Arzu müəllim, bir sualımız da vermək istəyirik, daha sonra qısa bir reklam fasiləsinə gedəcəyik. Ötən ilin 8 avqust tarixində Vaşinqtonda növbəti tarixi hadisə yaşandı, məlum olduğu kimi. Sülh müqaviləsinin imzalanması istiqamətində mühüm qərar qəbul edildi. Bəs hazırda vacib sənədin imzalanması istiqamətində hansısa maneə varmı? Əsas məqamlardan biri, bildiyiniz kimi 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatının prezidenti Donald Trumpın iştirakı ilə cənab İlham Əliyev, eyni zamanda Ermənistan baş naziri Paşinyan arasında o memorandumlar imzalandı. Əsas məqsəd sülhün bərqərar olması üçün atılacaq çox ciddi addımlardır və burada mühüm detal da ondan ibarət ki, Amerika Birləşmiş Ştatları kimi mühüm bir dövlət burada garantiya deyərlər də zəmanət kimi çıxış edir. Yəni zamin kimi çıxış edir ki, bu layihənin arxasında bu durur və eyni zamanda artıq bütün dünyada baş verən hadisələr, eyni zamanda sülhün bərqərar olması üçün hər hansı bir problem yaranarsa, ilk növbədə Amerika Birləşmiş Ştatları ilə üz-üzə gələ bilər. Buna ən pik nöqtəsi də düşünürəm Zəngəzur dəhlizinin açılışıdır. Bildiyiniz kimi artıq dünən də Ermənistan Xarici İşlər Naziri ilə Amerika Birləşmiş Ştatları arasında bir imzalanan sənəd var. Onların açılışı, kim xidmət edəcək, hansı bir aksiyalar necə bölünəcək və s. Əsas məsələ odur ki, Azərbaycan ərazisi ilə Naxçıvanı birləşdirən mühüm bir strateji əhəmiyyətli xətt olacaqdır
baxmayaraq ki, bir sıra dövlətlər, istər İran, istər Rusiya bunun əleyhinə çıxış edirdilər. Onlar da elə bir arqumentlər ortaya qoydular ki, heç hansı bir əsası yoxdur. Bugün Amerika var, bugün Azərbaycan var, bugün Ermənistan var. Əlavə sualları da təbii ki, yerli səviyyədə həll etmək mümkündür. Aha, Arzu müəllim, qısa bir reklam fasiləsinə gedək, sonra yenidən Zəfər yolu verilişinə davam eləyəcəyik. Sadəcə bir reklam fasiləsinə gedirik. Zəfər yolu verilişindəsiz. Dalğa FM-ə yeni qoşulan dinləyiciləri salamlayırıq. Verilişimizin bugünkü qonağı Müdafiə Təhlükəsizliyi və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, millət vəkili Arzu Nağıyevdir. Arzu müəllim, çox maraqlı bir məqamda qalmışdıq. Siz dediniz ki, TRIP layihəsi ilə bağlı Rusiya və İran vaxtı ilə buna qarşı çıxırdı və əsassız arqumentlər irəli sürürdü. Niyə qarşı çıxırdılar? Bunu deyərdi zəhmət olmasa. İndi də öz fikirlərindən geri dönmürlər. İndi də müəyyən problemlər yaratmağa çalışırlar. Hətta onların verilişlərində verdiyi anonslarda da buna başqa bir rakursdan yanaşmağa çalışırlar. Məsələ nədən ibarətdir? Bildiyiniz kimi həmin TRIP layihəsində Zəngəzur dəhlizi İran sərhəddinin demək olar ki, bitişik keçir. Bugün İran belə düşünür ki, məhz həmin sərhəddin qorunmasında Amerikanın komandosu gələ bilər, digərləri gələ bilər və təbii ki, dövlət sərhəddi müəyyən qədər aralana bilər. Bugün məlum məsələdir ki, İran və Ermənistan arasında olan sərhəddi, dövlət sərhəddini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları qoruyur. Yəni, faktiki olaraq buna düşünür ki, artıq sərhəddi itirir və dəhlizin digər istiqamətinə keçə bilər bu sərhəd. Bu, absurd bir məsələdir. Heç kim onların dövlət sərhədinə toxunan da deyil və digər məsələ də siyasi aspektdən onlar belə yanaşır ki, məhz əraziyə Amerika Birləşmiş Ştatları gəlir. Bu məsələ İranı müəyyən qədər çəkindirən məsələdir. Lakin bunun da elə sökünəcək bir yeri yoxdur. Rusiya düşünürəm ki, əsas problemi yaradır ona görə ki, Amerika Birləşmiş Ştatlarının adı ilə bağlı olan həmin ərazilər, istər dəhliz olsun, burada Amerika çoxaldıqca Rusiya öz nüfuzunu itirir. Yəni, bu da güya ki, məqsəd yönlü şəkildə aparılan məsələdir. Qeyd etdiyim kimi, Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları artıq ya oradan çıxmalıdırlar, ya da dəhlizin digər istiqamətinə keçməlidirlər. Və Rusiya faktiki olaraq bugün 102 saylı baza ilə Ermənistanda təmsil olunur. Və NATO və Rusiyanın sərhəddi Ermənistan-Türkiyə sərhəddidir. Yəni, belə bir yerdə düşünür ki, o nüfuzunu itirə bilər. Çünki Ermənistan həm Rusiya ilə kollektiv təhlükəsizlik müqaviləti təşkilatının üzvü olduğu kimi, eyni zamanda Avropaya da meyliyini gizlətmir. Amerika Birləşmiş Ştatlarının da meyliyini gizlətmir. Bugün gördüyünüz kimi artıq Azərbaycandan Ermənistana yanacaq gedir, digər məsələlər həll olunur, kommunikasiyalar açılır. Bu, Rusiyanın, necə deyərlər, nüfuz dairəsindən kənar həyata keçən məsələlərdir. Buna artıq öz təsirini göstərə bilmir. Buna görə də, lakin bir məsələ də var. Əvvəllər bizim məhsullar hər hansı bir bazara çıxarmaq üçün, məsələn, Naxçıvana getmək üçün gərək İranın ərazisindən keçəydik. Paralel olaraq biz razıyıq, bu da işləsin. Lakin İran bundan da qorxur ki, həmin o daşınmalar biraz azalacaqdır. Yəni, həm hərbi cəhətdən, siyasi cəhətdən, iqtisadi cəhətdən bunları qorxudan müəyyən amillər var. Yəni, bir neçə istiqamət üzrədir, tək bir istiqamət deyil. Arzu müəllim, Prezident İlham Əliyev dünən Ağdərənin Aşağı Orataq, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirdi ki, son 80 il ərzində Azərbaycan kimi tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Elə biz indiki hazırki dövrə də baxsaq, elə bayaq sizin də vurğuladığınız kimi, istər regionda, istər regiondan kənar baş verən münaqişələr bunu deməyə əsas verir ki, artıq illərdir bu davam eləyir və ortada heç bir nəticə yoxdur. İstərdik bu barədə biraz danışardınız. Cənab Prezidentin ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə keçirdiyi hər görüş, eyni zamanda vətəndaşlarla görüşündə çıxışı bir yol xəritəsidir. Yəni, bu, keçən əsrin
sonundan başlayaraq doğrudan da bizim belə bir qələbəmiz heç vaxt olmayıb. Bəli. Yəni SSR-nin tərkibində olmuşuq, sonra müstəqilliyimiz olub. Yəni belə bir ciddi qələbə əldə olunmayıb. Əsas məsələ odur ki, məhz 44 günə kimlərinsə illərlə, əsrlərlə edə bilmədiyi bir məsələni Ali Baş Komandanın rəhbərliyi ilə biz həyata keçirdik. Düzdür, biz mənəvi dəstək olaraq müxtəlif, istər Türkiyə olsun, Pakistan olsun, təbii ki, bunlar dəstəkləyirdi, lakin əsas məqam bu Azərbaycan xalqı idi, Azərbaycan vətəndaşı idi ki, milli mənsubiyyətindən asılı olmayaraq doğrudan da bir yumruq kimi birləşib bu qələbəyə nail oldular. Təsəvvür eləyin ki, son deyərdim ki, 5 ildə ateşkəsə nail olmuşuq, şəhid vermirik. Bundan ağır məsələ yoxdur. Mən Tovuz Gədəbəy bölgəsini təmsil eləyirəm. 200 kilometr Ermənistanla həmsərhəd ərazilərdir. Son 30-32 ildə, 35 ildə bu vətəndaşlarımız hansı problemlərlə üzləşib? Bu dəhşətdir. Bugün artıq dinc həyat gəlib. Artıq kənd təsərrüfatı istiqamətində, turizm istiqamətində, müxtəlif istiqamətdə addımlar atılır. Çünki ateşkəs var. Çünki silahlar susub. Çünki şəhid vermirik. Bunlar ağır məsələ. Bütün Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz də tezliklə dinc həyata qayıtsınlar. Onların da valideynləri, onlara da səbir diləyirəm. Bütün bu proseslər göz qabağındadır. Ona görə də cənab prezident qeyd edir ki, belə bir qələbə əldə olunmamışdır. Bu qələbədən hamı sevinir və bu qələbənin əldə olunmasında hər bir vətəndaşımızın rolu danılmazdır. İstər ön cəbhədə, istər arxa cəbhədə bu sevindirici haldır. Biz buna sevinirik və cənab prezident də hər görüşündə həmin o vətəndaşların gözlərindəki o parıltı, sevinç bu danılmazdır. Cənab prezident bununla fəxr edir və biz də prezidentimizlə fəxr edirik. Bəli, əlbəttə. Məhz bu proseslərin fonunda hazırda işğaldan azad olunmuş ərazilərdə möhtəşəm infrastruktur qurulur, böyük qayıdış proqramı icra olunur. Artıq Xankəndidə də böyük qayıdış proqramı həyata keçirildi. İlk köç karvanı yola salındı. Orada artıq yenidən həyat canlanır digər ərazilərimizdəki kimi. Arzu müəllim, mən istəyərdim ki, bir balaca keçmişə qayıdım. Çünki siz həm keçmiş tarixi, həm də yeni tarixi, hansı ki 90-cı illərdə Azərbaycanın siyasi böhranda boğulduğu vaxtlar və yox olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtlar da canlı şahidi, yaxından şahidi olmusunuz və təbii ki bizim yeni şanlı tariximiz, zəfər tariximizin də canlı şahidisiz. Bir siyasətçi kimi, bir vətəndaş kimi, bir millət vəkili kimi. Hər iki dövrü qarşı-qarşıya qoysaq, təbii ki, bu müqayisə olunmazdı. Amma bu iki dövr haqqında nə deyə bilərsiniz? Bilirsiniz, mən talih qismət elə gətirib ki, xüsusi xidmət orqanlarında 30 il qulluq eləmişəm. Eyni zamanda 1-ci Qarabağ müharibəsi iştirakçısıyam. Xüsusi təyinatlı dəstələrlə birlikdə, eyni zamanda onların tərkibində işğal altında olan ərazilərdə bütün əməliyyatlarda demək olar ki, iştirak eləmişəm və ordunun ilkin quruculuğu necə baş verib, nə proseslər gedib, təbiətən bir xronoloji demək olar. Bunu qeyd etərdim ki, 1988-ci ildə ermənilər bu hadisələri başlayanda fikirləşirdilər ki, ən ciddi məsələ milli mənəvi dəyərlərə vurulacaq zərbədir. Bu, başında əsas məqsəd lidersizləşdirmə. Bunlar Heydər Əliyev ulu öndər Moskvada olanda bunlar belə düşünürdü ki, Azərbaycan xalqını, Azərbaycan vətəndaşını lidersiz edərək qalib qələbə əldə etmək olar. Bizim də dəstəmiz, xüsusi təyinatlılar, polisin xüsusi təyinatları, digərləri sərhəd boyu kəndləri qoruyanda, müəyyən əməliyyatlarda iştirak edəndə təsəvvür edin, əks tərəfdən hələ SSR-nin qoşunları vardı. Daxili qoşunları vardı. Soruşanda ki, siz niyə buradasınız? Bunlar SSR Daxili İşlər Nazirliyi, o vaxt PUQA var, PUQA-nın əmrini yerinə yetirdilər. Ancaq müstəqillik hələ yox idi.
Aha. Və sonradan o xaotik məsələ 91-ci ildə müstəqillik əldə olundu və məhz Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması artıq Azərbaycan vətəndaşında bir ruh yüksəkliyi, həm orduda, həm xüsusi xidmət orqanlarında, digərlərində bir ruh yüksəkliyi əmələ gətirdi ki, artıq bizim liderimiz var. Bizim məsələn 93-94-də artıq atəşkəsə gedəndə bəzi necə deyirlər, siyasətbazlar, dünyadan xəbər olmayanlar fikirləşir, niyə biz atəşkəsə getdik? Vaxtilə atəşkəsə gedərək əsrin kontraktı imzalandı. Əsrin kontraktından gələn gəlir ilk növbədə ordu quruculuğuna yönəldi. Artıq silah-sursat var idi, döyüşkən ordu var idi və vaxtilə Heydər Əliyevin təkidi nəticəsində bir sıra hərbi liseylərin, eyni zamanda akademiyaların məzunları, necə deyirlər, müdavim məzunları artıq 2-ci Qarabağda onlar generallar idi. Bəli. Yəni bilirsiniz, çox acınacaqlı bir problem. Atəşkəsdən sonra təbii ki, ordu quruculuğu başladı, əsas məqam və Heydər Əliyevin vaxtilə qoyduğu təməli İlham Əliyev davam etdirdi. Və silahların əldə edilməsi, texnikanın əldə edilməsi, hibrid müharibələrə qarşı taktikanın seçilməsi, strategiyanın seçilməsi bu əsas məsələlərdən biri oldu. Və düşünürəm ki, bu da bir nəticə kimi sonunda öz nəticəsini verdi. Yəni, vaxtilə Ulu Öndər tərəfindən qoyulmuş təməl bugün artıq qələbə ilə nəticələndi və fakt da budur ki, bugün vuruşmağı, müharibə aparmağı bacardığımız kimi eyni zamanda dinc quruculuq həyatında necə əldə edilməsi istiqamətində çox ciddi addımlar atırıq. Yəni, bu keçilən bu mərhələlər, yenə də deyirəm, 1-ci Qarabağda da şəhidlərimiz olub, Allah rəhmət eləsin, qazilərimiz olub. Eyni zamanda 2-ci Qarabağ elə-belə başa gəlməyib. Əlbəttə. Hər addımda, hər torpağın altında bir qan var. Yəni, bu vətəndir. Və dünyaya biz göstərdik ki, bizim bir gerbimiz, bir bayrağımız və bir Ali Baş Komandanımız var. Yəni ki, bu çox xalqlar buna nail olmağa çalışırlar. Dünyada gedən müharibələrin bəziləri də buna aiddir. Lakin biz bununla qürur hissi duyuruq. Gerbimizlə də, himnimizlə də, bayrağımızla da, Ali Baş Komandanımızla da bugün biz vətənimizi qorumaq üçün hər hansı çətinliyə desən, dözən bir xalqıq. Təbii ki, çətinliklər də var, problemlər də var, lakin problemlərin də öhdəsindən gəlməyə biz qadirik və düşünürəm ki, 2026-cı il daha düşərli olacaq, daha mühüm addımlar atılacaq və biz planlı şəkildə qarşıya qoyduğumuz məsələlərin həllinə nail olacağıq. Bəli. Hibrid müharibədən danışdınız Arzu müəllim. Bax, həmin o hibrid müharibə hazırda digər ölkələr arasında da aparılır. Məsələn, Rusiya-Ukrayna müharibəsi yeni başlayanda bir çox insanlar düşünürdü ki, Rusiya qalib gələcək və bu tezliklə başa gələcək. Amma bu belə olmadı. Artıq bir neçə vaxt ki, bu davam eləyir və uğursuz nəticə yəni ortadadır, belə deyək də. Amma biz həmin o hibrid müharibə ilə sadəcə 44 gün ərzində 30 illik düyünü açdıq. Üstəlik daha sonra isə 23 saatdan da bir az çox biz antiterror əməliyyatını həyata keçirdik. Bəs bunda əsas nüans nə idi? Siz çox yaxşı təhlil verirsiniz. Ümumiyyətlə, dinləyicilərimiz üçün də maraqlı olar ki, hibrid müharibə qarışıq müharibə deməkdir. Əvvəlcə müəyyən bir taktika seçilir, bu informasiya müharibəsini aparırlar və qarşıdakı düşməni məğlubiyyətə hazırlayırlar. Çalışırlar bu istiqamətdə və özlərinin bütün resurslarından istifadə etsinlər. Yəni, müharibə tək səngərdə getmir, tək pilotsuz uçan aparatlarla deyil, digər silahlarla deyil. Biz bunun şahidi olduq 44 günlük müharibədə. Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı informasiya müharibəsi. 4 dildə haqq səsini dünyaya çatdırmaq, müharibənin gedişini çatdırmaq, kimin kim olduğunu, kimin düz və yaxud səhv olduğunu dünyaya çatdırmaq. Əgər hiss elədinizsə, orada bəzi müxbirlər də vardı, sanki özlərini müstəntiq kimi, prokuror kimi aparmağa çalışırdılar. Elə suallar, siz düz deyilsiniz, belə məsələlər. Lakin Ali Baş Komandan
bütün əməliyyat şəraitinə nəzarət etdiyinə görə hər bir problemin necə həll olmasını və nə vaxt həll olmasını bildiyi üçün elə cavablarla onları sustururdu. Yəni hibrid müharibə, bax bu saat məsələn İranda baş verən hadisələri görürsüz. İlk növbədə çalışırlar interneti söndürsünlər, mübadilə vasitəsini, rabitə vasitələrini söndürsünlər. Çünki hibrid müharibələrin əsas doğan yeri oradan başlayır. Bəli. Bu gün də bizdə hər şey açıqdır. Onların qarşısını almaqda da bizim müvafiq qurumlarımız var, xüsusi xidmət orqanlarımız var. Bəli. Digərlər istiqamətdə işləyirik. Bir daha qeyd edirəm, bariz nümunə kimi biz bunu cənab prezidentin 44 gün müharibədə apardığı o mübarizədə gördük. Arzu müəllim, bir məsələ qaldı, kiber təhlükəsizliyi. Əslində biz bir qədər danışdıq. İstəyərdim bir balaca da biraz geniş danışaq bu istiqamətdə. Baxın, hazırda hətta Vətən müharibəsi dövründə də 44 gün ərzində kiber təhlükəsizliyi baxımından biz sonradan gördük çəkilən filmlərdə bir çox əməliyyatlar aparılıb, uğurlu əməliyyatlar icra olunub. Bu haqda istəyərdik bir balaca danışarsınız, zəhmət olmasa. Bilirsiniz, bu çox mühüm məsələdir. Müəyyən bugünkü müasir dövrdə kiber təhlükəsizliyin təmin edilməsi, eyni zamanda bundan müvafiq istiqamətdə istifadə etmək. Yəni istər pilotsuz uçan aparatlar, istər digər vasitələrdən istifadə etmək və son vaxtlar bir müəyyən strukturların məsələn istər provayderlərlə bağlı, istər digər məsələlərə müdaxilə edərək onları sıradan çıxartmaq. Bəli, bəli. Bunların qarşısını almaq istiqamətində də Azərbaycanda çox ciddi addımlar atılır. Bizim İordaniyada keçilən bu yaxından bir necə deyirlər, çempionat oldu. Azərbaycanın məhz kiber təhlükəsizliyə qarşı mübarizə aparan qurumlardan biri 2-ci yer tutdu, biri 8-ci yer tutdu. Bəli, bəli. Bu çox mühüm bir məsələdir. Bu istiqamətdə kadr yetişdirmək, eyni zamanda müvafiq potensiala malik olmaq, bunlar çox mühüm məsələdir. Ona görə də biz çalışırıq ki, bu istiqamətdə kiber təhlükəsizliyi həyata keçirmək. Bəzi təbii ki, məişət xarakterli də var, o kartlar məsələsi, necə insanlara kart vasitəsilə vəsaitlərinə müdaxilə edirlər. Bunu da qarşısını alan Daxili İşlər Nazirliyinin müvafiq strukturları, qurumları da bu istiqamətdə ciddi mübarizə aparır. Xüsusi xidmət orqanlarımız bu istiqamətdə. Yəni hər tərəfli kritik infrastrukturlar deyirlər. Kritik infrastrukturlara müdaxilələrin qarşısını almaq istiqamətində çox ciddi addımlar aparılır. Bu çox mühüm məsələdir, müasir məsələdir. Təsəvvür edin ki, əgər bugün sizin hətta radio verilişləri məhv etmək üçün müəyyən bir provayder vasitəsilə bunu etmək, bunun qarşısını almaq üçün müvafiq qurumlar işləyir, çalışır və ən qlobal səviyyədə də, indi mən biraz kiçik misal dedim, qlobal səviyyədə də bunun qarşısını almaq istiqamətində addımlar atılır. Bu istiqamət də prioritet istiqamətdir və yenə də deyirəm, cənab prezidentin nəzarətində olan istiqamətdir və müvafiq qurumlar da öz işlərini yüksək səviyyədə qurmağa çalışır. Arzu müəllim, bəlkə siz də görmüsünüz, artıq bir müddətdir ki, sosial şəbəkələrdə ölkəmizə gələn turistlər tərəfindən videolar çəkilir və Azərbaycanın çox təhlükəsiz bir ölkə olduğunu, Bakının və digər şəhərlərimizin çox təhlükəsiz bir ərazi olduğu vurğulanır və buna görə də təbii ki, güc strukturlarımıza buradan təşəkkür edirik. Sağ olsunlar ki, həqiqətən də Azərbaycan belə bir təhlükəsiz əraziyə çevrilib. Təəssüf ki, verilişimizin sonuna çatdıq Arzu müəllim. Sizinlə söhbətə, sizinlə olan müzakirələrə adam doymaq olmur. Amma hər şeyin bir son olduğu kimi verilişimizin də sonu var. Qeyd edim ki, verilişimizin bugünkü qonağı Müdafiə Təhlükəsizliyi və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, millət vəkili Arzu Nağıyev idi. Gələn həftə eyni gündə, eyni saatda və eyni dalğada yenidən eşidilmək diləylə. Sağ olun, salamat qalın. Mən də sizə təşəkkür edirəm və düşünürəm ki, bu çox mühüm məsələdir ki, siz bu vasitənizlə, eyni zamanda Dalğa FM vasitəsilə çox ciddi mövzulara toxunursunuz və sizə də uğurlar arzulayıram, müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun Arzu müəllim. Sağ olun. Sağ olun.